Allah, ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi yaşayandır. Bütün yaratdıqlarının qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa ona məxsusdur. Onun izni olmadan, onun yanında kim havadarlıq eləyə bilər? O məxluqatın gələcəyini və keçmişini bilir. Onlar onun elmindən, onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq ona ağır gəlmir. O ucadır, uludur. Həmd olsun aləmlərin Rəbbi Allaha, mərhəmətli və rəhimliyə, haqq hesab gününün hökmüdarına. Biz yalnız sənə ibadət edir və yalnız səndən kömək diləyirik. Bizi doğru yola yönəlt. Nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna yox. Qullarım səndən mənim barəmdə soruşsalar, mən onlara yaxınam. Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Həqiqətən Rəbbim duaları eşidəndir. Ey göyləri və yeri yaradan, sən dünyada da, ahirətdə də mənim himayədarımsan. Mənim canımı müsəlman kimi al və məni əməli salihlərə qovuşdur. Ey Rəbbimiz, bizə həm bu dünyada, həm də ahirətdə gözəl nemətlər ver və bizi od əzabından qoru. Ey Rəbbimiz, bizə səbr ver, qədəmlərimizi möhkəmlət və kafir qövmə qələbə çalmaqda bizə yardım et. Ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cəzalandırma. Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi bizə də ağır yük yükləmə. Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə. Bizi əfv et, bizi bağışla və bizə rəhm et. Ey Rəbbim, məni də, nəslimdən olanları da namaz qılan et. Ey Rəbbimiz, duamı qəbul elə. Ey Rəbbimiz, haqq hesab günü məni, valideynlərimi və möminləri bağışla. Ey Rəbbimiz, cəhənnəm əzabını bizdən uzaq elə. Doğrusu onun əzabı həmişəlikdir. Ey Rəbbimiz, bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et. Ey Rəbbim, köksümü açıb genişlət, işimi yüngülləşdir. Ey Rəbbim, elmimi artır. Ey Rəbbim, mənə həm mənim özümə, həm də valideynlərimə əta etdiyin nemətə şükr etmək üçün, sənin razı qalacağın yaxşı əməl etmək üçün ilham ver və məni öz mərhəmətinlə əməli salih qullarına qovuşdur. Ey Rəbbim, mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükr etmək və sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver. Nəslimi də mənim üçün əməli salih et. Mən sənə tövbə etdim. Həqiqətən mən müsəlmanlardanam. Ey Rəbbimiz,
Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi saptırma və bizə öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən sən bəxş edənsən. Ey Rəbbimiz, həqiqətən biz iman gətirdik, bizim günahlarımızı bağışla və bizi od əzabından qoru. Ey Rəbbimiz, günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla, qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et. Ey Rəbbimiz, günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı itayətkarlarla bir yerdə al. Ey Rəbbimiz, öz elçilərinin vasitəsilə bizə vəd etdiklərini ver və qiyamət günü bizi rüsvay etmə. Ey Rəbbimiz, bizə çoxlu səbir ver və bizi müsəlman olaraq öldür. Bu yalnız sənin sınağındır. Sən onunla istədiyini azğınlığa aparır, istədiyini də doğru yola yönəldirsən. Sən bizim himayəçimizsən, bizi bağışla və bizə rəhm et. Axı sən bağışlayanların ən yaxşısısan. Ey Rəbbim, mənə hikmət ver və məni əməli salihlərə qovuşdur. Məni nəyin bağının varislərindən et. Ey Rəbbimiz, bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz, həqiqətən də sən şəfqətlisən, rəhimlisən. Ey Rəbbim, məni daxil olacağım yerə yaxşılıqla daxil et. Məni çıxacağım yerdən də yaxşılıqla çıxar. Öz tərəfindən mənə yardım edən bir dəlil ver. Ey Rəbbimiz, biz yalnız sənə təvəkkül edir və yalnız sənə üst tuturuq. Dönüş də yalnız sənədir. Ey Rəbbimiz, bizi kafirlər üçün sınaq etmə. Ey Rəbbimiz, bizi bağışla. Həqiqətən sən qüdrətlisən, müdriksən. Ey Rəbbimiz, bizi zalım qövmün əlində sınağa çəkmə. Ey Rəbbim, şeytanların vəsvəsələrindən sənə sığınıram. Onların mənə yaxınlaşmalarından sənə sığınıram. Ey Rəbbim, ey Rəbbimiz, biz iman gətirdik, bizi bağışla, bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan, ey Rəbbim. Sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var. Ey Rəbbim, mənə öz yanında, cənnətdə bir ev tik, məni zalım adamlardan qurtar. Ey Rəbbimiz, bunu bizdən qəbul et. Həqiqətən sən eşidənsən, bilənsən.